Yenidən xoş gördük oduçular. Mənim adım Jose Ignacio'dur. Bugün biz iş qeydlərinə work entries baxacağıq. Odu hər bir işçinin neçə saat işlədiyini məhz iş qeydləri vasitəsilə bilir ki, bu da əmək haqqı hesablanması üçün həyati əhəmiyyət kəsb edir. Saatlıq işləyən işçilərə iş vaxtına əsasən ödəniş edilir. Buna görə də iş qeydlərinin dəqiq izlənilməsi əmək haqqının düzgün verilməsi üçün vacibdir. İş qeydləri sabit maaşlı işçilərimizə də təsir edir. Baxmayaraq ki, onların maaşı iş saatlarına görə hesablanmır. Bu işçilər üçün iş qeydləri müxtəlif məzuniyyət balanslarına təsir göstərə bilər. Əgər xəstəlik və ya məzuniyyət vaxtı üçün yanlış iş qeydləri varsa, bu müvafiq balanslarda əks olunacaq. Beləliklə, işçinin maaşlı və ya saatlıq olmasından asılı olmayaraq, düzgün iş qeydləri əmək haqqı prosesinin ayrılmaz hissəsidir. Gəlin iş qeydlərimizə birlikdə nəzər salaq. Budur, mən əmək haqqı tətbiqinin əsas panelindəyəm. İlk görəcəyiniz şey bir neçə xəbərdarlığın çıxmasıdır. Bunlardan bir neçəsinin iş qeydləri ilə bağlı olduğunu görürəm. Problemi həll etmək üçün xüsusi xəbərdarlığa, məsələn, 2 münaqişə, 2 conflict klikləyə bilərəm. Lakin gəlin, iş qeydi münaqişələrini həll etməyin fərqli yoluna baxaq. Yuxarı menyuda Work Entries bölməsini, sonra isə yenidən Work Entries alt bölməsini seçirəm. Görmək üçün biraz kiçildək. Yuxarı menyuda daha yaxından nələrsə görmək olar. Bu qəhvəyi rəngli xəbərdarlıq panelinə əsasən təxirə salınmalı, defer məzuniyyətim olduğunu görürəm. Həmçinin burada bəzi boz zolaqlar şəklində iş qeydi münaqişələri görürəm. Gəlin bunu düzəldək. Bu münaqişə təcrübəçilərdən biri olan Junior Jonesa aiddir. Yaxınlaşdıraq. Junior bizim yeni dülgər təcrübəçimizdir və o həftədə cəmi 20 saat işləməlidir. Görürəm ki, yuxarıdakı boz zolaq yanlışdır. Çünki o 4 apreldə başlayır və 7 aprelə qədər bitmir. Bu mümkün deyil. Heç kim fasiləsiz 4 gün ardıcıl işləmir. Düzünü desəm, məncə o təsadüfən sistemdən çıxış etməyi unudub və bu normaldır. Bütün müddət ərzində daxil olmuş vəziyyətdə qalıb. Hamımız səhv edə bilərik. Əslində bu problem deyil. Edit, redaktə et düyməsini seçirəm və bunu həll etməyə başlayırıq. Bu açılan pəncərə mənə deyir ki, eyni vaxt üçün 2 iş qeydi var və buna icazə verilmir. Xəbərdarlığı orada da görə bilərsiniz. From başlama və to bitmə tarixlərinə baxıram və haqlı olduğumu görürəm. O cümə günü sistemdən çıxmayıb. Buna görə də bazar ertəsi daxil olanda sistem onu cümə günündən bəri işləmiş kimi hesablayıb. Müddət 69 saat göstərir ki, bu qətiyyən doğru deyil. Sadəcə remove, sil düyməsini basıram və təsdiqləyirəm ki, bu qeyd bazadan tamamilə silinsin. Münaqişəli qeyd silindikdən sonra panel boş görünür. Çünki burada münaqişəli, conflicting filtri aktivdir. Bu filtri silsəm, hər bir işçinin iş qeydlərini görə bilərəm. Küncü bütülmüş iş qeydləri bayaq gördüyünüz təsdiqlənmiş, validated qeydlərdir. Digərləri isə hələ təsdiqlənməyib. Bunu ilk həftədən və digər həftələrdən də anlamaq olar. Vacib qeyd. İş qeydi bir dəfə təsdiqləndisə, onu dəyişdirə bilməzsiniz. Ona görə də hazırda çox diqqətli olmağa çalışıram. Rənglər də fərqli mənalar daşıyır. Buradakı boz rəngli olanlar sadəcə davamiyyət, attendance qeydləridir. Əvvəlki aya getsək, bənövşəyi rəngli qeydləri görərik ki, bunlar ödənişli məzuniyyətlərdir. PTO. Aprel ayına qaydaq. Junior-un davamiyyət qeydlərində münaqişə olduğu üçün hər şeyin düzgün qeyd edildiyini yoxlayaq. Yuxarıda Junior yazıb axtarıram. Hazırda yalnız onun davamiyyət qeydlərini görürük. Düşündüyüm kimi, o 2 aprel üçün vaxtını qeyd etməyi unudub. Bu problem deyil. Sol yuxarıdakı New, yeni düyməsinə basaraq yeni iş qeydi əlavə edə bilərəm. Burada məlumatlar avtomatik dolmadığı üçün sadəcə təqvimdə 2 aprel tarixinə klikləyirəm. Baxın, Junior-un bütün məlumatları solda doldurulmuş şəkildə davamiyyət yarat, Create Attendance pəncərəsi açıldı. Bu mənim üçün daha az yazı işi deməkdir. İndi sağ tərəfdə işlədiyi tarixləri və saatları düzəltməliyəm. Junior gündə yalnız 4 saat işləyir. Buna görə From başlama sahəsinə klikləyirəm. Tarixin səhv seçildiyini görüb 2 aprelə düzəldirəm. İndi isə bitmə vaxtını təyin edək. Başlama vaxtı üçün 24 saatlıq formatdan istifadə edirik. 15:00 seçirik, günorta saat 3. Bunu bitirdikdən sonra digərinə keçirik. Bitmə vaxtı to sahəsi üçün
19:00 seçirik. Axşam saat 7. Və budur. Düzgün 4 saatlıq müddət alındı. Save and close, yadda saxla düyməsinə basırıq və iş qeydi orada görünür. Mükəmməl. İş qeydi münaqişələri düzəldildikdən sonra indi təxirə salınmalı olan məzuniyyəti time off to defer düzəltməliyəm. Gəlin baxaq. Xəbərdarlığa klikləyə bilərəm və ya work entries ok time off to report bölməsinə daxil ola bilərəm. Bu, həll edilməli olan bütün məzuniyyət problemlərinə giriş imkanı verir. Hər iki yol sizi eyni panelə aparır. Stealthywoodda biz əmək haqqını dövr bitməmişdən bir neçə gün əvvəl işləyirik ki, işçilər maaşlarını gözləməsinlər. Lakin bəzən elə olur ki, artıq iş günü kimi qeyd edilib ödənilmiş günlər üçün işçi məzuniyyət götürməli olur. Ödənişi geri qaytarmaq və ya yenidən hesablamaq əvəzinə biz bu məzuniyyəti növbəti maaş vərəqəsinə qeyd edirik. Beləliklə, bütün balanslar və sənədlər düzgün olur. Gəlin bunun detallarına baxaq. Betty məzuniyyət götürməli olub. Görünür qripə yoluxub. Maraqlıdır. Görünür o, əmək haqqı işlənməmişdən əvvəl məzuniyyət sorğusu göndərə bilməyəcək qədər xəstə olub. Çünki burada növbəti maaş vərəqəsinə təxirə sal, to defer to next payslip statusunu görürəm. Problem deyil. Sadəcə növbəti aya hesabat ver, report to next month düyməsinə basıram. Və budur. Status. Cari maaş vərəqəsində hesablandı. Computed in current payslip olaraq dəyişir. Çünki o da bilir ki, bunu cari dövrə əlavə etmək üçün hələ vaxt var. İstəsəm, bunu növbəti aya da keçirə bilərəm. İndi isə Betty üçün iş qeydlərini yenidən yaratmalıyam. Regenerate. Çünki məzuniyyəti təxirə saldıq. Bunun üçün yenidən iş qeydləri panelinə qayıdıram. Münaqişəli filtrini silirəm və yuxarıda Betty yazıram. Bütün qeydləri boz rəngdədir. Lakin bilirəm ki, 10 və 11 üçün bənövşəyi rəngli məzuniyyət qeydləri olmalıdır. Bunu düzəltmək üçün Regenerate Work Entries düyməsinə basıram. Açılan pəncərə mənə deyir ki, artıq təsdiqlənmiş, 1-dən 4-ə qədər olan qeydləri yenidən yarada bilmərəm. Buna görə başlama tarixini 5 aprel edirəm. Bütün o qırmızı xətlər itdi. İndi iş qeydlərini yenidən yaradıram. Baxın, maraqlı bir şey oldu. Bütün o boz xanalar bənövşəyi rəngə çevrildi. Onun xəstəlik vaxtı artıq düzgün qeyd edilib. Və budur. Bugün biz iş qeydi münaqişələrini həll etməyi, yeni qeydlər yaratmağı, məzuniyyəti gələcək dövrə keçirməyi və qeydləri yenidən yaratmağı öyrəndik. Növbəti dərslərimizdə işçilərin maaş almasını təmin etmək üçün maaş vərəqələrinin yaradılması və qrupların işlənməsinə baxacağıq. Növbəti görüşədək işə daxil olarkən və çıxarkən vaxtı qeyd etməyi unutmayın.